Ben Çuna Rasul Abaçaroğlu 1991-ci il 7 yanvarda Balakən rayonunun Qabaqköl qəsəbəsində doğulmuşam. 6 yaşında Üzeyir Hərçköy adına orta məktəbdə təhsil almağa başlamışam. 9 yaşımdan güləşlə məşğul olmağa başlamışam. Daha sonra isə 2007-ci ildə iş olaraq yeniyetmələrin Azərbaycan birinciliyin qalibi olmuşam. 2008-ci ildə yeniyetmələrin Avropa birinciliyin qalibi olmuşam. 2008-ci ildə böyüklər arasında Azərbaycan çempionu olmuşam. 2010-cu ildə isə gənclər arasında Avropa birinciliyin qalibi olmuşam və dünya birinciliyin 3-cü yerdə başa vurmuşam və 2010-cu ildə tələbələrin dünya çempionu olmuşam. 2011-ci ildə isə Avropa və dünya birinciliklərinin 3-cüsü olmuşam. 2013-cü ildə isə yay universiadanın qalibi olmuşam. 2014-cü ildə Avropa çempionatının gümüş mükafatı qazanmışam və dünya çempionatında bürünc mükafatı qazanmışam. Bizim kənddə Çöpsev İsmail müəllim güləş məşqlərinə başladı və bizim kənddə Yunan-Roma güləşidir. Ona başladım və davam edim. Məktəbdə 4-cü sinifə qədər, yəni güləşə başlayana qədər dəcəl idim, uşaqlarla danışırdım. Müəllimlərin də çox xoşu gəlmirdi, çünki uşaqları bezdirdim. Güləşə başlayandan sonra daha sakitləşdim. Riyaziyyat dərsi. Yəni hal-hazırda riyaziyyatı yaxşı deyil. Demək olar, bildiyim qədər bilirəm. Yemək çox növləri var. Yəni yeməyin münasibətim yaxşıdır, iştahım da yaxşıdır. Lakin bəziləri var, avar xəngəli var, onların üçün dolmadır. Bəzi avar yeməklər var, onları çox istəyirəm. Əlbəttə, evdə pişirilən hər bir yemək dadlı olur. Çox ölkələrdə olmuşam və hər ölkənin, hər şəhərin özünə görə gözəlliyi var və çox yerlər var, xoşuma gəlir. Yəni, hərəsinin öz yeri var. Türkiyədə qəşəng yerlər var, bundan sonra Fransada, İtaliyada. Lakin bunların hamısından gözəli Bakıdır. Bizim Azərbaycanın hər bir köşəsi qəşəngdir. Mən ən rahat özümü Bakıda istəyirəm və Bakıdan qəşəng şəhərdə görürəm. Oğlum uşaqlıqda baxırdım, məsələn, Van Damın Krovavый Sport belə bir filmi var. Ona dəfələrlə baxırdım və çox hoşuma gəlir. Çizgi filmi çoxdur, bazı vaxt baxırdım, Karalev belə bir çizgi filmi var, Tom Jerry'dir, Müqavədidir, onlara baxırdım. Avar mədəniləridir. Avar muzikalarına çox qulaq asıram, məsəl üçün yarışda olanda onlar mənə həvəsləndirir. Avar musiqiləri daha çox xoşlayıram. Əlbəttə ki, bizim öz müğənnilərimizin musiqiləri qulaq asıram. Əlbəttə, bu
güləş Azərbaycan güləşçi olub. Güləşçiləri idi. Mən balaca idim. Fərid Mansur olimpiya çempionu olanda mən balaca idim və fikirləşirdim inşallah nə vaxtsa mən də belə nailiyyətləri əldə edeyim. Rövşən Bayramovdu, Vitaly Rahimovdu. Bunların güləşini izləyirdim dəfələrlə və onlardan nəsə götürməyə üstünlük verirdim. Əlbəttə, yeniyetmə vaxtından başladım nailiyyətlər qazanmağa və gəldim yığma komandaya. Bu dediyim idmançılar bir yerdə məşq eləmək mənim üçün böyük bir şərəf idi və onlar nə edirsə diqqətlə baxırdım, onlardan nəsə götürüm. Vaxt keçdi, sonra Fərid Mansur oldu baş məşqçi, bir şəkildə güləşirdik, sonra keçdi baş məşqçi oldu. Vitaly Rahimovla elə oldu, rəqib olduq. Rövşən Bayramovdan hal-hazırda da bir yerdə məşq edirik və bu mənim üçün xoş idi və onlardan nəsə baxaraq götürdüm, sonra onlarla məşq eləyərək götürdüm. Əlbəttə ki, onlar böyük mütəxəssislərdir, hal-hazırda da çalışıram ki, onlardan nəsə götürmək məsləhətlərini. Geyinməyi xoşlayıram və tez-tez başqa geyimdə olmalı və hər dəfə başqa geyimdə giyinmək yaxşıdır. Baxıram və dostlarla gedirəm məsləhəti, hansı yaraşır üstünə onları alırım. Hər cür geyimə üstünlük verirəm. Klasik və yaxud dedim. Məşq toplanışlarında, yarışlarda çox hadisələr baş verir. Bunlardan da hansını danışım? Məsələn, əvvəl deyirdilər mənə, məsəl üçün toylarda rəqs eləməyə xoşlayıram, məşq yoldaşına mənə zarafat verir. Bu gic-gic lezginka oynamağım var, gic-gic lezginka oynamağım var. Sonra elə gətirdi ki, o keçən qazanda, qələbə qazananda lezginkan oldu, o bir dənə lezginkan hesabına, yəni o rolik çox məşhur oldu, çox adam baxdı. Və elə olurdu ki, o rəqs eləyən deyəndə tanıyırlar, əsas üçün eləyəndə belə artıq tanımırlar. Əvvəlcə planlaşdırılsa, yəni o alınmaz mənədir. Bir anlıq olur, sonra onu yuxu kimi xatırlanır. Kimisi Allah mənə kimi belə elə, bir an sonra oturub onu yuxu kimi xatırlanır, bir anda baş verir. Çoxları məsələn öz həyatlarını fikirləşmirlər və lazımsız yollara gedirlər. Yəni bu quradan müştərilərini görünür, sigaretdir, içkidir, belə şeylərdir. Sonra öz həyatlarını fikirləşmirlər. Hal-hazırda gənc olduqda bir iş görmürlər ki, sabahsı gün bu ailəsi olmalıdır, ailə saxlamalıdır. Bu çox pis bir haldır. Nə qədər ki, əlində vaxtın var, gəncsən, yəni çalışmaq lazımdır ki, sabahsı gününü fikirləşəsən və sabahsı gün öz ailən üçün yaxşı olsun.
güləşə başlayanda çox balaca idim, yəni güləşə marağım çox olduğundan, yəni başqa sahə barədə heç vaxt fikirləşməmişəm, bilməmişəm, yəni bilməzdim nə qismət olar. Çalışıram ki, hal-hazırda nailiyyətlər əldə edim və öz karyeramı elə qurum ki, sabahsı gün çox çətinliklər görməyəm. Boş vaxtlarımda gedirəm rayona, Balakən rayona, valideynlərimin yanına və qohum əqrəbalarımı keçirirəm. Çünki balaca vaxtdan idmanla məşğul olduğumdan hər bir hansı toylardır, nişandır, belə məclislərdə iştirak edə bilməmişəm çox vaxtı. Onun üçün hər bir boş vaxtda gedirəm onları ziyarət edirəm. Kitab oxuyanda fikrim bəli kitabda qalır. Məktəbdə fikirləşirəm o kitabda oxuduğum şeylər haqqında. İdmançılar fərqlidir, hərəsinin öz fikirləri var, bəzi var psixi cəhətdən zəifdir, idman tərk edir, bəzi var fiziki hazırlığa çatmır, amma psixologisi yaxşıdır və nailiyyət qazanır. İdmançılar fərqlənir və çalışmaq lazımdır, yəni istəmək azdır, yəni çalışmaq lazımdır. Təkcə o demək deyil, fiziki hazırlıq olsun, çünki xarakter olmalıdır insan və məqsədi olmalıdır. Məqsədi nə doğru irələsən, yəni çox şeyin ayrılmaq mümkün. Arzular çoxdur. Tək-tək. Əsası isə olimpiya çempionu olmaqdır. Yəni çalışacağam olimpiya çempionu olum. Ruhdan düşməyərək məşq eləsinlər və özlərini qabağına məqsəd qoyaraq gələn yarışlarda qələbə haqqında düşünsünlər və daimi idmanla məşğul olun və lazımsız yollara üz tutmayın. Erməni xarab. Çünki mən 3 dənə erməniyə qalib gəlmişəm bu il. İkisini 9-0 və təmiz qələbə, birini də 11-0. Keçən yay universiadasından sonra cənab prezidentin qəbulunda olduq. Əlbəttə, hər bir Azərbaycanlının arzusudur ki, cənab prezidentlə görüşsün, şəkil çəkdirsin və belə bir insanla yaxın olmaq. Biz çox böyük, unudulmaz gün idi mənim üçün. Daha sonra cənab prezident mənzillə mükafatlandırdı. Mənim üçün bu unudulmaz xoş günlərdir. O günlərdən sonra daha da məqsədə uyğun başladım məşqlər eləmək ki, yəni verilən mükafatlara layiq olun və daimi hər qələbəni qazanım hər yarışda. Və keçən ildən bu nailiyyətləri əldə elədim. Bütün yarışlarda medalla qayıtdım. Unudulmaz günlərdən biri bu idi. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov gələndən sonra bizim Güləş Federasiyası çox inkişaf elədi. Vitse-prezident Namiq Əliyev, bunlar bizə, bu insanlar çox diqqətlə şərait yaratdı. Bütün hər bir şeylə təmin elədi ki, biz layiqincə yarışlarda çıxış edək. Və əlbəttə ki, bütün bu şəraitdən sonra vətənə medalsız dönmək özümüzə də xoş deyil. Onun üçün bütün güləşçilər çalışır ki, bir-birini irələsin və vətənə layiq medallarla dönsünlər.
ilk məhəbbətim güləşdi. Gic-gic lezinka oynamağım var, gic-gic lezinka oynamağım var. O vacib deyil mi? Kitab oxuyanda fikrim bəli kitabda qalır. Mən ən rahat özümü Bakıda istəyirəm və Bakıdan qəşəng şəhərdə görürəm. Bunu fikirləşməmişəm. Fərid Mansur Aliyev çempion olanda balaca idim və fikirləşdim, inşallah nə varsa mən də belə naibləri qəbul edim. Təli Rəhimovla elə oldu, rəqib oldu. Baş gicələndə məsələsi məndə şükür Allah olmayacaqdır. Əsası isə Olimp çempionu olmaqdır, yəni çalışacağım Olimp çempionu olmaq. Nə danışım? Finish koni. Çünki mən 3 dəyirmənliyə qalib gəlmişəm bu il.